Bu yaxınlarda birisi məndən soruşdu ki, bu müharibələrə Allah necə icazə verir də? Məsələn, bu qədər uşaqlar ölür falan. Deyirəm, fikir verirsiniz, gənclərin arasında depressiya dəbə minibdir. Tənbəllik basır, gedir bir tabletka axtarmağa ki, mənim fəallığımı artırsın. Üzülür, səbəbsiz olaraq gedir bir tabletka atır ki, keyfi yüksəlsin, enerjisi yüksəlsin. Əzizim, sən avarasan. Sən diaqnozu verə bilmirsən özünə. Sənin işin gücün yoxdur. Sənin xidmətin yoxdur. Qapılıb otağından bayıra çıxmaq istəmirsən. Sən egoistsən. Sən insanlara xidmət eləmək istəmirsən. Bunun adı budur. Adını qoyur ki, depressiyadır. Bir ölkəyə müharibə düşəndə, bombalar yağanda o depressiyalılar bilməm harda olur. Həmən qaçırlar analarını, atalarını xilas eləməyə, qardaşlarını xilas eləməyə. Siz təsəvvür edirsiniz, bomba düşür evə, adam elə bilir ki, yaxınlarını itiribdir də. Sonra birdən gedir, bacısını tapır. O qədər xoşbaxt olur ki. İndi bugün bacısı bunun yanındadır. Bacısını dəyərləndirmir. Anası yanındadır. Xoşbaxtlıq səbəbi deyil anasını görmək. Atasını görmək xoşbaxtlıq səbəbi deyil. Depressiyaya qapılıb bu. Ciddi bir müharibə düşür. Allah alır bütün alışdığı dəyərləri əlindən. Bəlli olur ki, depressiya qalmadı. Demək ki, qudurğanlıqdandır bunlar hamısı. İnsanlar rahat həyatdan qudururlar, dəyərləri unudurlar. Depressivlik dəyərləri dəyər saymamaqdandır. Bir stəkan suyu dəyər saymamaqdadır. Başa düşürsünüz?